Əziz izləyicilərimiz, əziz YouTube kanalımın izləyiciləri, sizləri salamlayıram və sizləri bugünkü gündə bu videonu yaymaqda məqsədimiz Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılovun və eyni zamanda Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin rəisi cənab Tahir müəllim Abdullayevin gördüyü işlərlə sizi tanış edəcəm. Belə ki, Mingəçevir şəhərinin 29-u, martın 29-u 2025-ci ildə görülən işlərdir. Belə ki, məhəllə daxili və eyni zamanda parkların suvarılması və yenidən qurulması, yəni yenidən boru xətlərinin təmin olunması və su xətləri olmayan yerlərində su xətlərinin təmin olunması üçün böyük bir işlər görülür və bunun işləri sizinlə tanış edirəm.